Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm Nazirlərinin 7-ci görüşü keçirilib. Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm Paytaxtı 2026 çərçivəsində təşkil olunan görüşdə üzv dövlətlərin turizm nazirləri və nümayəndə heyətləri iştirak ediblər. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında İqtisadi Əməkdaşlıq Təşkilatı tədbirlərinin Şuşada keçirilməsinin xüsusi simvolik əhəmiyyət daşıdığına və şəhərin zəngin mədəni tarixi irsi ilə Azərbaycanın aparıcı turizm istiqamətlərindən biri kimi seçildiyini qeyd edib. İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Əsəd Məcidxan çıxışında qeyd edib ki, regional turizmin inkişafı üçün dayanıqlı yanaşmaların tətbiqi, turizm təhsili üzrə əməkdaşlığın genişləndirilməsi, özəl sektorun prosesə daha fəal cəlb olunması və birgə təşəbbüslərin həyata keçirilməsi vacibdir. Tədbir zamanı aparılan müzakirələrdə turizmin şaxələndirilməsi, ekoturizmin təşviqi, regional marşrutların inkişafı və üzv ölkələr arasında birgə təşəbbüslərin irəli sürülməsi məsələlərinə toxunulub. Görüş çərçivəsində turizm üzrə yüksək səviyyəli ekspertlər qrupunun 9-cu iclasının nəticələri təqdim olunaraq təsdiqlənib. Bununla yanaşı ekoturizm üzrə qabaqcıl təcrübələri əks etdirən toplu və turizmin şaxələndirilməsinə dair siyasət sənədi təqdim edilib. Tədbirin əsas nəticələrindən biri olaraq üzv dövlətlər arasında turizm sahəsində əməkdaşlığın gələcək prioritetlərini müəyyən edən Şuşa bəyannaməsi qəbul olunub. Görüşdə Qazaxıstanın Aktau şəhəri 2030-cu il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib.